Bakın, burada Quba şöbəsi, birinci dolaydı. Bakın, meşənin necə vəhşicəsinə istismar edir. Buna şərait yaradan Quba rayon Meşə İdarəsinin müdürü Baxşev Elvindir. Şöbə müdürü Hüseyndir. Baxın, onlarla burada bir istiqamətdə 10 metr məsafədə bir qıraqdan meşə dayanmadan istismar olunur. 100-dən yuxarı burada, bu ərazidə 100-dən yuxarı ağac kök üstündən istismar olunur. Çox olsun bizim dövlətimizin ali baş komandanı İlham Əliyev cənabları. Qazımız, suyumuz, işığımız fasiləsiz gəlir. Bu meşələrin qırılmasına ehtiyac yoxdur. Ay mənim dövlət qurumlarım, sizdən artıq dərəcədə xahiş edirik. Quba əhalisi adından şimal zonası buna bəgəm qarşısını ala bilmir bu boyda dövlətimiz. Qarşısını almaq olmur mu? Baxın, meşələr dayanmadan. Deyəndə deyək ki, idarənin müdürü, hökumət yoxdur. Heydərov Azaddır burada. Yeşik emalı sexlərindən rüşvəti yığan, meşəbəgi çıxartır, meşəbəgi qoyan Heydərov Azad. Gör nə günə qalıb ekologiyamız ki, ekologiyamız. İdarənin müdürü qalıb meşə gözətçisi. Meşəbəgi çıxartır, meşəbəgi qoyur. Hələlik 4 dənə meşə çıxır, meşəbəgi. Hərəsi də 5000 man. 5000 verib girən meşəbəgi, meşələri belə istismar eləməlidir. Verdiyi pulu almalıdır, baxın. Bugün 2024-cü il iyul ayının 10'udur. Dünən olub burada 66 Abdullayev Talih. Günə 4 maşın çıxır. Səhər 4'də girirlər, 4'də. Gecə saat 12'ye gəl. Meşələrimiz istismar olunur. Buna təbiət, buna sərvət, buna torpaq dözəlmi? Ay mənim dövlətim. Baxın. Bugün səhər Abdullayev Talih buradan çıxıb. Baxın. Bunlar da tezə qırılıb. Tezə qırılıb. Ancaq yeşik emalı sexlərinə gidir. Bir qıraqdan meşə istismar olunur. Bax, bugün səhər olub burada hava. 5-6 dənə ağac istismar olunub bugün. 2 maşın buradan yük çıxıb. 2 maşın.